Salam əziz şagirdlər, mən Hilal kursları Riyaziyyat müəllimi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi ümumi sınav imtahanı 2005-ci siniflər üzrə olan 25 sualının izahını verəcəm. Gələk 51-ci sualdan. Şərtdə verilən ifadənin qiyməti natural ədəddir. Bizdən emin ala biləcəyi natural qiymətlərin sayını soruşur. Biz bilirik ki, cəmi ədədə bölmək üçün hər bir toplananı bu ədədə bölüb, alınan nəticələri toplamaq olar. Yəni 16m-i də m-ə bölə bilərik, üstəgəl 32-ni də m-ə bölə bilərik. 16m-i m-ə bölsək, m-lər ixtisar gedir, qalır 16. Üstəgəl 32 böl m. Natural ədəd deyirsə, birinci toplanan onsuz da natural ədəddir. Buna baxmırıq. İkinci toplananın natural ədəd olması üçün 32 m-ə bölünməlidir. Yəni m 32-nin böləni olmalıdır. Biz də 32-nin bölənlərini yazırıq. 1 32, 2 16, 4 8. 4 ilə 8-in arasında başqa bölən yoxdur. Yəni 5-ə bölünmür, 6-ya bölünmür, 7-yə bölünmür. Ədədlər bir-birinə yaxınlaşdı və onların arasında bölünü tapmadıqsa dayanırıq. 32-nin bu qədər böləni var. M-in ala biləcəyi qiymətlərin sayı 6 dənədir. Doğru cavab B variantı. 52-ci sual. Təkliflərdən neçəsi doğrudur? Ədədin faizini tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Xeyr, əksinə, ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Deməli, 1 səhv. İkincidə deyir ki, tərəfləri əks şüalar olan bucaqlar qonşu bucaqlardır. Tərəfləri əks şüalar olan bucaqlar belə. Tərəfləri əks şüalar olan bucaqlar qarşılıqlı bucaqlardır. Qonşu bucaqlarda hər iki tərəf əks şüa olmur. Yəni, bu bucaqlar qarşılıqlı bucaqlardır. 2 səhvdir. Üstə deyir ki, kubun yan səthinin sahəsi, yəni 4a kvadrat. Tam səthinin sahəsinin, yəni 6a kvadratın yarısıdır. Xeyr, 4 6-nın yarısı deyil. 3də səhvdir. 4-də deyir ki, ona 100-ə, 1000-ə və s. mərtəbə vahidinə bölmək üçün vergülü sıfırların sayı qədər sola çəkmək. Böləndə, bəli, sola çəkirik. Bu doğrudur. 5-də də deyir ki, bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etsək, bərabərlik pozulmur. Bəli, hər iki tərəfinə eyni ədədi əlavə etsək və yaxud çıxsaq və yaxud sıfırdan fərqli ədədə vursaq və ya bölsək, bərabərlik pozulmur. 5 doğrudur. Deməli, neçəsi soruşur? İkisi. Doğru cavab B variantı. 53-cü sual. 0,6 kubmetr südü hər birinin tutumu 0,15 litr olan neçə stəkana boşaltmaq olar? Burada həcm vahidləri fərqlidir. Birinci işimiz kubmetri vururuq 1000-ə, litrə çeviririk. Alınır 60 litr. İndi 60 litr südü hərəsi 0,15 litr tutan neçə stəkana boşaltmaq olar? Bölənin 2 onluq işarəsi olduğu üçün hər ikisini 100-ə vuraq. Birinci olur 6000, ikinci olur 15. Hər ikisini 100-ə vuraq, böləni natural ədədə çevirək. İndi 6000-i 15-ə bölürük. 60-ı 15-ə 4, 2 sıfırı yanına yazırıq. Oldu 400 qab. Doğru cavab B variantı. 54-cü sual. Şərtdə deyilir ki, sınaq üçün satışa çıxarılan biletlərin 12-də 5 hissəsi satılır. 12-də 5 hissəsi satıldısa, 12-də 12-dən 12-də 5-i çıxırıq. Deməli, 12-də 7 hissəsi qaldı. Deyir ki, qalan biletlər satılan biletlərdən 240 ədəd çoxdur. Nə qədər az, nə qədər çoxu tapmaq üçün çoxdan azı çıxırıq. 12-də 7 hissədən 12-də 5 hissəni çıxanda eləməlidir 240. Çıxsaq alınır 12-də 2 hissə 240, ixtisar eləyək 6-da 1 hissə 240, nəyin 6-da 1 hissəsi 240 olar? 240-ı 6-ya vurarıq, 1440. Doğru cavab C variantı.
55-ci sual. Şərtdə deyilir ki, elmi məktəbin pilləkənlərini həm 3-3, həm 4-4 çıxdıqda hər dəfə bir pillə artıq qalır. Deməli, belə çıxır ki, məktəbin pillələrinin sayını 3-ə də böləndə qalıqda 1 qalır, 4-ə də böləndə qalıqda 1 qalır. Onda biz 3-ə və 4-ə bölünən ən kiçik ədəd fikirləşək. 3-ə və 4-ə bölünən ən kiçik ədəd 12-dir. İndi şərtdə deyilir ki, pillələrin sayı 70-dən çoxdur. Biz fikirləşməliyik ki, 12-ni neçəyə vursaq 70-dən çox. 12-ni ən az 6-ya vursaq 70-dən çox olar. Eləyir 72. Qalıqda 1 qalmağını istəyiriksə, üzərinə 1 gəlirik. Pillələrin sayı ən az 73-dür. Doğru cavab Y variantı. 56-cı sual. Şərtdə deyir ki, onda birlər və onluqlar mərtəbəsindəki rəqəmlərin cəmi, yəni 2 ilə 4-ün cəmi oldu 6. Sonra deyir ki, yüzdə birlər 4 və yüzlüklər 5. Yüzdə birlər və yüzlüklər mərtəbəsindəki rəqəmlərin cəmi olur 4 plus 5, 9. Soruşur ki, nə qədər azdır? 6 9-dan 3 vahid azdır. Doğru cavab Y variantı. 57-ci sual. Şərtdə deyilir ki, 20 qutu düyü var. 12 qutunun hər birində 2,5 kiloqram, qalan qutuların, qalan 20/12 8 qutu. Qalan qutuların hər birində 5,5 kiloqram düyü var. Cəmi neçə kiloqram düyü var? Toplayırıq. 12-ni 2,5-ə vuranda eləyir 30. 8-i 5,5-ə vuranda eləyir 44. Cəmi nə qədər? Cəmi 74 kiloqram. Doğru cavab D variantı. 58-ci sual adi kəsrlərin vurulmasına aiddir. Birinci 2,3-1-i çevirək düzgün olmayan kəsrə 3-7 vurulsun. Düzgün olmayan kəsrə çevirsək 5-21. İxtisar getsə 3-ə bölsək 1, 3-ə bölsək 7. Alınır 5-49. Deməli, dairə oldu 5-49. İndi kvadratı tapaq. 5-3 vurulsun 20-12. Burada ixtisar gedən varmı? İxtisar gedən yoxdur. 5-i, daha doğrusu 12 ilə 20 ixtisar gedir 4-ə 3, 4-ə 5. Alınır 25-də 9. Kvadrat oldu 25-də 9. İndi onların cəmini tapmalıyıq. Yəni 5-də 49-la 25-də 9-un cəmini tapmalıyıq. Əvvəlcə 5-də 49-u qarşıq ədədə çevirək, böyük ədədlərlə hesablamaq çətindir. Qarşıq ədədə çevirsək olacaq 9,5-də 4. 9,5-də 4 üstəgəl 25-də 9. Məxrəcləri bərabərləşdirək. Birinci kəsrin məxrəcini 25-ə tamamlamaq üçün 5-ə vuraq, sürətini də 5-ə vuraq. Olacaq 9,25-də 20, üstəgəl 25-də 9. Alınır 9,25-də 29. Onu da 29-un içərisində 25 bir tam var. Həmin bir tamı qabaqdakı tamla toplasaq olacaq 10,25-də. Böləndə qalıqda 4 qalır. Ona görə sürətə yazırıq 4. 10,25-də 4. Doğru cavab D variantı. 59-cu sual. Şərtdə deyilir ki, 3 eyni kubu yan-yana qoyaq. Bu 3 eyni kub. Alınan paralelipipedin bütün tillərinin cəmi. İndi alınan paralelipipedin eni A-dır. Hündürlüyü də A-dır. Çünki biz bir kiçik kubun tilinə A dedik. Ancaq uzunluğu olacaq 1A, 2A, 3A. Uzunluğu isə 3A-dır. İndi deyir paralelipipedin bütün tillərinin cəmi 100-dür. Bütün tillərin uzunluqları cəmini tapanda biz 4 vurulsun n, üstəgəl uzunluq, üstəgəl hündürlük. Belə hesablayırıq. İndi 4 vurulsun eni A-dır. Uzunluğu 3A-dır, hündürlüyü də A-dır. Onları toplasaq, 4-ə vursaq eləməlidir 100. Toplayanda 5A, 5A-nı 4-ə vursaq 20A bərabərdir 100. 100-ü 20-yə bölsək A olur 5. Bizdən soruşur bir kiçik kubun tillərinin cəmi. Bir kiçik kubun tili A-dır. Tillərinin cəmi də olacaq. Kiçik kubun tili A-dır. Onda kubun bütün tillərinin uzunluqları
cəmi bərabərdir 12A-ya. Biz bu deməli A-nın yerinə tapdığımız 5-i qoysaq, onda kubun bütün dillərinin uzunluqları cəmi olacaq 12 vur 5. Doğru cavab C variantı. 61-ci sualda deyilir ki, Mehdinin qələmlərinin sayı Müşfiqin qələmlərinin sayından o ədəd çoxdur. Yəni Mehdi çoxdur, Müşfiq azdır. Mehdinin qələmlərinin sayına A desək, yəni çox olana A desək, az olanı tapmaq üçün A-dan 10-u çıxmalıyıq. Doğru cavab D variantı. 61-ci sual. Deməli, bu kəsrin əsas xassəsinə aiddir. Kəsrin məxrəci 3 dəfə azalıbsa, onda sürət də 3 dəfə azalmalıdır. K-nı tapmaq üçün 12-ni bölərik 3-ə. K olacaq 4. Digərində, kəsrin məxrəci, daha doğrusu sürəti 5 dəfə azalıbsa, məxrəc də 5 dəfə azalmalıdır. L tapmaq üçün 35-i bölərik 5-ə. L olacaq 7. Bizdən K və L-in cəmini istəyir. 4 üstə gəl 7, alınacaq 11. Doğru cavab A variantı. 62-ci sualda şərhdə deyir ki, Ayça yeni aldığı kitabın 3də 1-ini oxudu. Sonra 65 səhifə oxusa, 8də 7 hissəsini oxumuş olacaq. Əvvəlcə məxrəclərini bərabərləşdirək. 3-ə və 8-ə bölünən ən kiçik ədəd 24-dür. Hər ikisini 24-ə gətirək. 24 eləmək üçün 8-ə vururuq, məxrəci də 8-ə vururuq. 24 eləmək üçün 3-ə vururuq, sürəti də 3-ə vururuq. Alınır 24-də 8 hissə. Üstə gəl 65 səhifə bərabərdə 24-də 21 hissəyə. 24-də 21-dən 24-də 8 çıxırıq. Alınır 24-də 13 hissə bərabərdə 65. Nəyin 24-də 13 hissəsi 65 olar? Tapmaq üçün 65-i bölürük sürətə, vururuq məxrəcə. 65-i 13-ə bölsək 5, 5-i 24-ə vursaq 120. Deməli, bütün kitab 120 səhifədir. Doğru cavab B variantı. 63-cü sual. Bizə bərabərsizlik verilir. Bir tərəfində faizli, bir tərəfində onluq kəsir. Ümumiyyətlə, məsələlərdə faiz və onluq kəsir. Ya hər ikisini faizə çeviririk, ya hər ikisini onluq kəsirə. İndi biz hər ikisini faizə çevirsək, onluq kəsiri faizə çevirmək üçün 100-ə vurmaq lazımdır. 100-ə vursaq alınır 17 faiz, kiçikdir A-dan, A da kiçikdir 0,2 100-ə vuranda 30 faiz. Bu aralıqda yazıla bilməyən 33 faiz olur. Faiz 17 ilə 30-un arasında düşmür. Doğru cavab A-dır. Müqayisə etmək üçün digərlərini də tez faizə çevirin. Məsələn, burada 0,2-ni 100-ə vursaq 20 faizdir. 20 faiz bu aralığa düşür. 4-1-i 100-ə vursaq 25 faizdir. 25 faiz bu aralığa düşür. 22 faiz bu aralığa düşür. 0,28-i 100-ə vursam 28 faizdir. Bu da bu aralığa düşür. Deməli, yazıla bilməyən 33 faiz A variantı. 64-cü sualda deyilir ki, 2AB tam kvadratdır. Biz də fikirləşirik ki, 200 ilə başlayan hansı tam kvadratlar var? 225 var, 15-in kvadratıdır. 256 var, 16-nın kvadratıdır. 289 var, 17-nin kvadratıdır. 18-in kvadratı artıq 300-ü keçir. Deməli, 200 ilə başlayan tam kvadratlar bunlardır. İndi A ilə B-nin cəmi 7 ola bilər. A ilə B-nin cəmi 11 ola bilər. A ilə B-nin cəmi 17 ola bilər. Tapdıqlarımızdan variantlarda hansı var? Tapdıqlarımızdan variantlarda B var. Doğru cavab B. 65-ci sual. Şərtdə deyilir ki, onluq kəsirin vergülünü bir rəqəm sola sürüşdürmək, ona bölmək deməkdir. Ona bölünsün deyə əvvəlki ədədi 10x götürürük. Ona böləndən sonra olur 1x. Deyir ki, 5,58 qədər azalar. Nə qədər artar, nə qədər azaları tapmaq üçün çoxdan azı çıxırıq. Bərabərdir 5,58.
9x bərabərdir 5,58. X-i tapmaq üçün 5,58-i bölürük 9-a. 0, 54-ün içində 9 6 dəfə, 18-in içində 9 2 dəfə. Biz x-i tapdıq. Bizə verilən kəsir 10x-dir. 10x-i tapmaq üçün onu vurmalıyım 0,62-yə. Alınır 6,2. Şərtdə deyir 2 mislini tap. 6,2-ni vururam 2-yə. 12,4. Doğru cavab B variantı. Altmış altıncı sual. Deməli, tənlik verilib, azalan, çıxılan fərq 7-dən neçə çıxsaq 5 eləyər. Tapmaq üçün 7-dən 5-i çıxırıq. Deməli, bu kəsirin qiyməti 2. İndi belə fikirləşirik. 16-nı neçəyə bölsək 2 eləyir. Tapmaq üçün 16-nı 2-yə bölürük. Alınır məxrəc, deməli 16 bölü 2 8 eləyir. Ondan sonrası məncə aydındır. 12 bölü x-i tapmaq üçün 8-dən 5 çıxarıq. 12 bölü x bərabərdir 3-ə. 12-ni neçəyə bölsək 3 eləyək. X-i tapmaq üçün 12-ni 3-ə bölərik. X olar 4. Tənliyi həll etmək, onun kökünü tapmaq deməkdir. Kökü x bərabərdir 4. Doğru cavab C variantı. 67-ci sual. Bizə ifadə verilib, əvvəlcə onun qiymətini hesablayaq. Ona böləndə vergül bir rəqəm sola çəkilir. Olur 1,34. 0,1-ə böləndə vergül bir rəqəm sağa çəkilir. Olur 2,36. Ona vuranda vergül bir rəqəm sağa gəlir. Olur 12,3. Onda 1-ə vuranda vergül bir rəqəm sola gedir. Olur 14. İndi bu kəsirləri toplayaq. Deməli, 3,7, üstünə 12,3 gəlsək 16, 16-nın üstünə 14 gəlsək 30. İfadənin qiyməti 30-dur. İndi 30-un sadə bölənləri. Ümumiyyətlə 30 hansı ədədlərə bölünür? 1-ə və 30-a, 2-yə və 15-ə, 3-ə və 5-ə. Bunların içərisində sadə ədədlər 2-dir, 3-dür, 5-dir. Ən böyük sadə bölən 5-dir. Doğru cavab Y variantı. 68-ci sual. Bərabərliyin ödənməsi üçün n neçə olmalıdır? Deməli, belə fikirləşirik. Vergül buradaydı. Neçə rəqəm sağa gətirməliyəm? 2, 4, 6, 7. Onda 10 üstü 7. Yəni n 7-dir. Doğru cavab B variantı. Altmış doqquzuncu sualda şərtdə deyilir ki, Əli, Məhəmməd, Sərxan bir piroqu öz aralarında paylaşıb tam yedilər. Əhmədin payı faizlə verilib, Əlinin payı faizlə verilib, Məhəmmədin payı hissə ilə verilib. Gəlin onu da faizə çevirək. 8-də 5 hissə bərabərdir 100%-in 8-də 5-i. Bu da eləyəcək 62,5%. Deməli, Məhəmməd 62,5% yeyir. Onda biz əvvəlki 3 uşağın paylarını toplayaq. Əhməd 10% yeyib, Əli 12,5% yeyib, Məhəmməd 62,5% yeyib. Deməli, hamısını toplasaq, bu eləyəcək 75, üstünə 10 gəlsək 85%. Hamısı birlikdə 85% yeyib. Üçü birlikdə, doğrusu 85% yeyib. Onda Sərxanın payına nə düşdüyünü tapmaq üçün bütövdən, yəni 100%-dən. Əvvəlki 3 uşağın payını çıxarıq. Sərxanın payına düşür 15%. 15% hansı hissədir? 15% %15. O da 5-ə ixtisar eləsəm 20-də 3 hissədir. Daha doğrusu burada onluq kəsirlə verildiyi üçün biz onu 0,15 kimi yazırıq. Doğru cavab Y variantı. 70-ci sual. Şərtdə deyilir ki, idman zalı üçün 20 top aldılar. Topu və voleybol topu. Bir futbol topu 24 manatdır, bir voleybol topu 18 manatdır. Ümumi sayıları 20-dir. Onda mən futbol toplarının sayına x desəm,
voleybol toplarının sayını tapmaq üçün ümumidən 20-dən futbolu çıxmalıyam. Onda voleybol topları olacaq 20x. Birinin qiymətini sayına vursam futbol toplarına verilən pulu taparam. Birinin qiymətini sayına vursam voleybol toplarına verilən pulu taparam. Bəli, voleybol toplarına verilən pulu tapırıq. Toplayırıq, ümumi pul 432 manat ödənilib. 24x, bu oldu futbol toplarına verilən pul. 18 vur 20 çıx x, bu olur voleybol toplarına verilən pul. Bərabərdir 432. Bölmə qanunu ilə mötərizəni açaq. 24x öz yerində qalır. 18-i 20-yə vursaq 360 çıx. 18-i x-a vursaq 18x bərabərdir 432. 24x-dən 18x çıxırıq. 6x üstə gəlir 360 bərabərdir 432. 6x-i tapmaq üçün 432-dən 360-ı çıxırıq. 6x bərabərdir 72. X-i tapmaq üçün 72-ni 6-ya bölürük. X olur 12. Biz nəyə x demişik? Biz demişik voleybol toplarının sayına. Bizə lazımdır. Elə biz futbol toplarının sayına x demişik. Bizə lazımdır voleybol topu. Onda voleybol toplarının sayını tapmaq üçün 20-dən çıxmalıyam x-i. Voleybol toplarının sayı 8. Doğru cavab B variantı. 71-ci sualda şərtdə deyilir ki, böyük paralelipipedin ölçüləri 6, 5, 8-dir. Ondan kiçik paralelipipedi kəsib çıxarırlar. Ölçüləri verilib ki, 4, 2, 3-dür. Qalan fiqurun həcmini tapmalıyıq. Onda biz qalan həcmi tapmaq üçün bütün böyük paralelipipedin həcmindən kiçik paralelipipedin, yəni kəsilən paralelipipedin həcmini çıxırıq. Böyüyün həcmi tapmaq üçün n vur uzunluq vur hündürlük. 6 vur 5 vur 8. Bu eləyəcək 240. Kiçiyin həcmini tapmaq üçün 4 vur 2 vur 8. 4 vur 2 vur 3. Eləyəcək 24. 240-dan 24 çıxırıq. 216 kub santimetr. Düzdür, burada ölçü vahidlərinin hamısı santimetrdir, fərq yoxdur. Amma məsələnin şərtində ölçü vahidi varsa, əvvəl və sonranı müqayisə eləyin ki, ölçü vahidləri eynidir. Burada eynidir deyə dəyişməyə ehtiyac olmadı. Doğru cavab C variantı. 72-ci sual. Şərtdə deyir ki, bir mobil operatorun abunəçisi balansına yüklədiyi hər məbləğin 0,8% qədər xidmət haqqı ödəyir. Hər ay balansına 250 manat yükləyərsə, onda 4 ay ərzində 4 vur 250 1000 manat yükləyir. Bunun da 0,8% xidmət haqqıdır. 1000 manatın 0,8%-ində. Vururuq 0,8-ə, bölürük 100-ə. İxtisar getsə qalır 10 vur 0,8, 8 manat xidmət haqqı. Doğru cavab 8. Düzbucaqlının eninin 73-cü sual. Düzbucaqlının eninin 3/1 hissəsi bərabərdir uzunluğunun 4/1 hissəsinə. Onda biz sürətlər eyni olduğu üçün məxrəclərə baxırıq. Deməli, eni 3-ə bölünən ədəddir. Eninə 3x deyək. Uzunluğu 4-ə bölünən ədəddir. Uzunluğuna 4x deyək. Deyir ki, sahəsi vururuq bərabərdir 48-ə. 3-ü 4-ə vururuq 12. X-i x-a vursaq x-in kvadratı bərabərdir 48. 48-i 12-yə bölürük. X-in kvadratı 4. Neçənin kvadratı 4-dür? Deyir düzbucaqlının perimetrini tapın. Eninə 3x demişik. 3 vur, x 2-dir, 3 vur 2, 6. Uzunluğuna 4x demişik. 4 vur, x 2-dir, 4 vur 2, 8. Perimetr tapmaq üçün enlə uzunluğu toplayırıq, vururuq 2-yə. Perimetr olur 14 vur 2, 28. İndi burada bir məsələ var. Bayaqdan santimetrlə hesablayırıqsa, bu olur 28 santimetr. Cavabı isə metrlə soruşur. Metri santimetri metrə çevirmək üçün 100-ə bölürük. Olur 0,28 metr. Doğru cavab 0,28. 74-cü sualda qarşılıqlı bucaqlar.
Biz bilirik ki, qarşılıqlı bucaqlar bərabərdir. 5x çıxılsın 20 bərabərdir 3x üstəgəl 40-a. X-ları bir tərəfə, ədədləri digər tərəfə yığmalıyıq. Az olanı çoxun yanına keçiririk. 5x qalır öz yerində, üstəgəl 3x-dır, sol tərəfə keçəndə işarə dəyişir, olur çıx 40 qalır öz yerində, çıx 20-dir, sağa gələndə işarə dəyişir, olur üstəgəl 20. Alınır 2x 60, x olur 30. X-i tapdıq 30, x-in yerinə 30 yazsam, elə bizdən bu x istəyir, doğru cavab 30-dur. Tapmağa ehtiyac yoxdur. Doğru cavab 30. 75-ci sual. Deməli, katetləri AB olan düzbucaqlı üçbucaq. Katetləri AB olan düzbucaqlı üçbucağın sahəsi bərabərdir A vur B bölü 2-yə. İndi katetlər verilib, biz sahə tapmalıyıq. Birinci, 9 vur 12, 108, 2-yə bölürük 54. 1-ə D. İkinci, 8 vur 10, 80, 2-yə bölürük 40. 2-yə B. 12, 12 vur 15, 180, 180, 2-yə bölürük 90. 3-ə C. 1D, 2B, 3C.